Yardımlı rayonunun Birimli kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb. Hər il ənənəvi olaraq keçirilən anım mərasimində şəhid ailələri, onların yaxınları, döyüş yoldaşları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə Birimli kəndinin qəhrəman övladları, şəhidlər İbarət Əkbərov, Cavid Zeynalov və Amal Qarayev yad olunub. 1993-cü ildə Birimli kəndində dünyaya gələn İbarət Əkbərov Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 28-də yaralanmasına baxmayaraq döyüş meydanını tərk etməyib. Ağır yaralandıqdan sonra müalicə olunaraq yenidən cəbhəyə qayıdan İbarət Əkbərov oktyabrın 12-sində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Bizim belə bir tədbirləri keçirməkdə məqsədimiz odur ki, gənc nəslimizə ötürəyin ki, gənc nəslimiz şəhidlərimizi hər zaman xatırlasın və yaddan çıxartmasın ki, necə ki biz tədbirlər keçirdik. Artıq 6 ilə yaxındır ki, belə bir tədbirlər keçirirəm. Yəni təşkilatçı olaraq, həm də ki belə bir şəhid əmisi oğlu olaraq hər birinizdə Allah can sağlığı versin, Allah xalqımızı qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, şəhid ailələrinin qarşısında baş əyirəm. 1990-cı ildə Birimli kəndində anadan olan baş çavuş Cavid Zeynalov da Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə sonadək vuruşub. O, sentyabrın 30-da şəhidlik zirvəsinə ucalıb. Elə bu gənclərin özlərinin belə fikirləri var ki, ümumiyyətlə belə də rayonumuzda olan, yaxud respublikamızda olan digər nə qədər şəhidlər var, kim istəyirsə gətirib onların şəkilləri vura bilər və əbədi olaraq onlar burada xatırlanacaq. Eyni zamanda bir bulaq suyu çəkilib, gələnlər hamısı bir eysanat olaraq o bulaq suyundan da istifadə edəcəklər. Amal Qarayev isə 2001-ci ildə Yardımlı rayonunun Əruz kəndində anadan olub. Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edən Amal Qarayev oktyabrın 4-də şəhid olub. Vətən müharibəsindən sonra bu şəhidlərimiz Azərbaycanın hər yerində olduğu kimi Yardım rayonunda da, özümüzdən Barus kəndində də şəhidlərimiz hər ildə onların həm il dönümləri, həm də ki mövlud günləri anılır. Belə ki, bu tədbirlərin keçirilməsi silsilə və ənənəvi forma almışdır. Həqiqətən kənd sakinləri və Azərbaycanın digər rayonlarına və xaricdən gələn qonaqlar gəlirlər, şəhidlərin məzarlarını ziyarət edirlər, onları anırlar. Şəhidlər ölümündən sonra müxtəlif medallara təltif ediliblər. Anım mərasimində onların keçdiyi döyüş yolu və göstərdikləri qəhrəmanlıqdan danışılıb. Şəhid İbarət Əkbərovun adına yaradılan ev muzeydə onun şəxsi əşyaları, hərbi forması, medalları və məktəb illərindən qalan xatirələri qorunur. Fatimə Əkbərzadə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş şeiri ilə tədbir iştirakçıları qarşısına çıxış edib. Şəhidlərin əziz xatirəsi onların ailələri və doğmaları ilə yanaşı Birimli kəndi ictimaiyyəti tərəfindən də daim ehtiramla yad edilir. Onların göstərdiyi qəhrəmanlıq isə gələcək nəsillərə əmanət olaraq yaşayır. İlqar Mustafayev, Yusif Əliyev bu gün informasiya proqramı üçün.